Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Vəfa Şərifova küsülü olduğu həmkarı Afət Fərmanqızı barədə qalmaqallı açıqlamalar verib. Xəbər verilir ki, Rəngarəng verilişində qonaq olan ifaçı onunla heç vaxt barışmayacağını bildirib. Sənətçi çıxışı zamanı sərt ifadələr işlədərək deyib ki, Afət Fərmanqızını nə baş verirsə versin, bağışlamayacaq. Sürümsə də onu heç vaxt bağışlamayacağam. Hər kəs etdiyinin cəzasını alır. Mən də Vəfa deyiləm, o cəzasını almasa. Müğənni şou biznesdə bəzi insanların səmimi olmadığını vurğulayıb. Bu aləmdə elə adamlar var ki, heç kimin dostu deyirlər, amma yalandan dostumdur deyirlər. Elə mövzular var ki, onlardan keçmək olar, amma elə məsələlər də var ki, keçmək mümkün deyil. Şərifov açıqlamasında insanlıq sərhədlərinin aşılması ilə bağlı da fikirlərini dilə gətirib və bağışlanma səbəbinin məhz bu olduğunu qeyd edib. Onun sözlərinə görə Afət həddini dəfələrlə aşıb və buna göz yummaq mümkün deyil. Cəzasını mütləq alacaq. Elə mövzular var ki, onlardan keçmək olar. Bəzən insan qəza nəticəsində övladını itirən şəxsi belə bağışlar, çünki bu istənmədən baş verir. Amma illərlə canlı yayımlarda adamı, şəkillərimi paylaşaraq mənə, övladıma və anama toxunmaq olmaz. Bu dəfələrlə insanlıqdan çıxmaq deməkdir. Əgər bağışlasam, ölümü və balama hörmətsizlik etmiş olaram. O qadın artıq dayanacaq və bir daha heç kimin ünvanına dil uzada bilməyəcək. Bir gün kiməsə sataşacaqdı. Mən isə onun qarşısına çıxdım. Gəldi və pis yerə ilişdi. Sənətçi əlavə edib ki, bu məsələdə geri addım atmaq niyyətində deyil və baş verənlərə görə mövqeyi qət edir. Vəfa Şərifovanın bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.